Bu çəkilişə Teymur da gəlmək istirdi. Maşdağalı. Gələ bilmədi. Başqa bir çəkilişə gələcək inşallah. Oradan buradan salamlar. Maşdağa deyəndə ağla bir də Səttar gəlir bura. Səttara da buradan salamlar. Salamlar. Müdürdür. Bəli. Hə, o hər dəfə bizim ofisə gələndə bilsən də belə eləyir də. Bizdə işləyir və gəlir belə eləyir. Hepsi ofisimiz var. Özləri də tez ofisə köçüblər. Hə, belə baxın, hepsi ofisimiz var. Çox pis qudur dəymişəm. Neyse. Hə, Maşdağa. Maşdağa deyəndə ağla Meyxana gəlir. Son dövrdə məktəbdir yəni. Şeylər görürəm. Bəzi kütlə var. Meyxanaya mənasız və boş deyən və ya bilmirəm onun əhəmiyyəti deyil də ağırlığını başa düşməyən kütlə var. Amma əslində elə deyil də. Yəni meyxana həqiqətən çox dərin bir şeydir. Sən nə düşünürsən meyxana? Qəzəllə meyxana bu ikisini ayırmaq lazımdır. Çox meyxana bilir elə. Qəzəl bir poeziya nümunəsidir. Yəni Ayət Xırdalını götür. Adam yazır, şairdir. Buna sən tək meyxanaçı deyə bilmərsən. Amma meyxana elə başa düşülüb ki, ancaq çıxma vurur, sözdür, belə də geçsin. Elə bir şey deyil yəni. Altında onun söz zapasının olmalıdır falan bir çox şey. Amma bir yerdə qəzələ dönüşürsə olur poeziya, ədəbiyyat. Okey. Mən şey anlamadım. Meyxana okeydir sənə yəni? Meyxana okeydir, amma kütləvi halını nətər alıb? Söymək falan. O ayrı məsələ. Amma yəni çoxunluqla belə tanınır da. Bilsən məsələ nədir? Şeydə var axı orada. Kütlənin istəyi də var axı, başa düşdün. Söyüşdü və ya vulqar ifadələri çox olan şeylər, meyxanalı, hətta musiqili meyxana bu arada sevmirəm. Məncə olmamalı idi, açığını deyim. Meyxana özü mənə görə çox böyük bir sənət qoludur, dalıdır. Subkulturadır. Hə. Amma o sonradan o belə deyim də biraz belə restavrasiya elədilər, nələrsə qatdılar falan. O mənim üçün o qədər də belə deyim də mənə görə yaxşı bir şey deyil. Baxımlı olmadı. Baxımlı oldu, sənə görə baxımlı oldu. Amma yəni bilsən burada məsələ nədir? Meyxananı qəzəlini bilmirlər. Heç kim oturub o şeiri oxumur. Amma deyir ki, deyil qulaq as. Ona görə meyxananı elə bir şeyə doğru evrildi elə bir meyxana belə əyləndirsin, bir əyləncə nümunəsinə. Amma meyxana özlüyündə yəni poeziya. Şey əslində elə deyil ümumiyyətlə səs və bir ümumiyyətlə əsər deməyə də bir qəzəldən çıxma bir şeydir nə meyxana əslində. Mən Nəsimlik kinosunda da var falan var. Min illərdir belədir də. Daha doğrusu 100 illərdir. Bir şeyi oxumağa həmişə insanlar tənbəllik eləyib. Məsəl üçün kitabını oxumurlar, filminə baxırlar. Kitabı məsəl üçün atıram, nə bilim, Lord of the Rings var, Harry Potter var falan. Oturub kitabı heç kəs oxumayacaq. Amma serialına baxacaq, kinosuna baxacaq. Çünki daha asandır. İnsanlar ona vaxt itirmək istəmir. Yəni və meyxana da məncə elədir. Oturub məsəl üçün atıram bir Uzundərə, Sabirin Uzundərəsini oxumaqdansa Cahangeşə qulaq asırlar. Məsəl üçün Cahangeşin də tərzi biraz odur da, biraz uzun şeylərlə deyir və çox qəşəngdir əslində. Mən onu müqayisə eləmirəm ki, niyə ona oxuyursunuz, bunu qulaq asırsınız? Yox, təbii ki, ayrı-ayrı şeylərdir. Amma yəni məsələn Hop-Hopnaməni meyxanaya qulaq asan və ondan zövq alan neçə nəfər oxuyub. Halbuki Hop-Hopnamə də bir əslində meyxananı dəstəkləyən bir şeylərdən biri və yaxud da Nəsimini neçə nəfər oxuyub. Yəni ümumən ümumiyyətlə bir vizual var idi belə kitabın ortasından bir şey çevirə, bir şey kəsiblər kitabın və qoyublar belə, o sanki bir diskdir. Bu isə kitabdır da, yəni kitabın filmidir və heç vaxt kitab boyda olmur. Onun bir hissəsini götürür. Ümumən insanlarda da, yəni bu məsələn TikTokun da rolunun artması budur. Yarım saatlıq bir videoya baxmağı sevmirlər, amma onun qısa bir 10 saniyəlik hissəsinə, 1 dəqiqəlik hissəsinə baxsın. Yəni çünki digər o qədər video var ki, o qədər çeşid var ki. Məsələn sən qardaşınla danışanda da elə idi ki, adamın ən böyük dərdlərindən biri odur. Yəni çeşid çoxdur, seçim çoxdur və o seçimin içində 100 seçimin içindəki bir şey daha dəyərsizdir, nəinki 10 seçimin içindəki bir şey. Məsələn, səsli kitab səncə kitab oxumağın eyni effekti verir? Məncə bu sualı doğru adama vermirsən.
Bro, mən kitab oxumuram. Tamam oxuma bura. Qulaq as. Ona da. Ümumiyyətlə biz nədən meyxanadan danışırdıq da. Mən bilsən niyə kitab oxumuram? Abrat mənim səbrim çatmır. Biz ondan danışırıq. Son dönəmlər ümumiyyətlə heç nəyə səbrim çatmır. Bilmirəm, sənin axırıncı dəfə nə vaxt kinoya baxmısan? Baxmamışam. Seriala baxmısan məsələn? Seriala qətiyyən baxmıram. Yəni Acı La Casa de Papel var idi. Çıxdı, ikinci sezonu falan çıxdı falan. Sonra Berlin çıxdı falan. Baxdı, falan üstünə illər keçdi, zırt. Mən oturub ona 6 aya baxdım bura. Yəni 6 aya baxdım. Bilsən uzadı. 6 ay mən hər gün gəlib Musa ilə söhbət edirdim ki, filan bölümünün 10 dəqiqəsinə baxdım. Nə bomba söhbətlər var orada. Allah haqqı, mən də elə bir şeyəm. Bu mənim yanıma terapiyaya gəlib. Mən La Casa de Papel-ə baxmalıdır. 10 dəqiqə orada nə gördüm? Nələr baş verdi? Danış. Cidden olmur da. Bilsən necə maksimum nə vaxt baxıram mən ona? Yemək yeyəndə. Yeməyi də ki 10 dəqiqə yeyirəm, başa düşdün. Ondan artıq getmir. 10 dəqiqə baxdım, baxmadım mənlik deyil. Yəni çatmır həvəsim çatmır. Yəni hətta şeydə belə deyək, rapdə belə rap dinləyicisiyəm əslində. Çox sevirəm rapi və sevdiyim tutaq ki MC-lər var, reperlər var. Təzə treklər buraxırlar. Girirəm, baxıram, bilsən necə birinci dəqiqəsindən sonra deyirəm, nə vaxt bitər bu? Başa düşdün, yəni ya çox vurucu olmalıdır, çox belə, yəni inanılmaz dərəcədə, inanılmaz bir marağı olmalıdır ki, mən oturum onu axıra kimi dinləyim və yaxud da qulaq asım və yaxud da baxım falan. Deyilsə belə, biraz belə şey olacam, sıxılacam. Amma meyxanaya sıxılmıram. Meyxananı dinləyirəm. Və əgər yaxşı meyxana deyəndirsə, dinləyirəm. Çünki mənə meyxananın nəyi ləzzət edir? Bədahətən deyilişi və bunun 3-4 saniyədən artıq çəkmə işi. Verilən cavabını da 3-4 saniyədən artıq çəkmə işi. Yəni sən necə adam deyir, 3 saniyə içində qarşı tərəf bədahətən bunun dediyinə uyğun cavab verir və qalırsan ki və qafiyə ilə taktosuz durur, başa düşdün və hər şey çox ideal və çox savadlı cavab verir. Bilsən qalırsan ki, oy bля, sən neynədin? Sən neynədin? Və əslində meyxanaya məsələn rapdə freestyle dəyişmələr yoxdur. Şeylər nə deyirlər ona sən battle-larda, amma həmin anda gələn şeylər. Məsələn çox freestyle. Freestyle çox məsələn mənə ləzzət eləmir şey kimi də. Çünki orada fokuslanır, mən qarşı tərəfə sözümü soxum. Amma meyxanada o 3-4 saniyədə hər dəfə məsələn bir adam söz deyir və sən beynin avtomatik olaraq gözləyirsən ki, buna nə cavab verəcək. Sonra o buna nə cavab verəcək. Sonra o buna bir də baxsan ki, 15 dəqiqə prosta baxmısan və hər əslində 4 saniyədən bir gəlib də valnası. Yəni belə. Meyxana bizimdir, rap bizim deyil. Hə. Biraz rap bizim deyil deyəndə ki, meyxana tamamilə bizimdir. Rap isə yarı faiz bizimdir. Çünki söz olaraq yenə bizim sözdür. Əslində şey eləmiş şeydir. Rap əvvəllər bizim deyildi. Şey olaraq düşünürəm mən. Əvvəllər dediyim 2010-ları falan. Bura host nə qədər daxildir, nə qədər daxil deyil, onu şey eləyə bilmərəm. Bu müzakirə açıq bir məsələdir. Amma əvvəllər bizim MC-lər, reperlər rap deyəndə Amerika mədəniyyətini bir növ tərcümə edirdilər. Tərcümə edirdilər və yaxud da belə deyim də o mədəniyyətə oxşamağa, bənzəməyə çalışırdılar. Amma indi belə deyim də bir növ artıq bizim tərzimiz var rapdə. Buna görə deyə bilərdim ki, artıq bizim də rapimiz var. Deyə bilərəm bunu. Çox rahatlıqla deyə bilərəm. Az rap həqiqətən var. Az rap həqiqətən var və az rapə töhfə verənlər də var, new school'lar, old school'lar da var, həqiqətən var bunlar və işlərini çox da yaxşı bacarırlar. Çox yaxşı reperlərimiz var əslində. Əslində meyxanadan başqa bizim olan nəsə var? Muğam var. Amma üçüncü yoxdur. Üçüncü də çıxsa da açım gedir. Aşıq sənəti, yəni nə bilim. Biraz o yaşda deyirəm, mən hələ ona tam qulaq asım. Aşıq idi Zəlimxan Yaqub. Yox. Əsas şair. Amma əfsanə şair idi. Məktəbdir Zəlimxan. O inanılmaz bir şeydi. Məktəbdir. İnanılmaz bir şeydi. Adam ömrünün sonuna yaxın fəlsəfə yapma durumuna gəlir.
Və o səs tembru da biraz vacibdir şairin öz şeirini oxuyanda. Məsələn, Ramiz Rövşənin səs tembru tam elə bir o öz şeirlərinə uyğun. Ay sağ ol, şey kimi meh var, bir adama dəyir və ləzzət edir o meh. Amma belə deyək də əllə tutulacaq bir şey deyil. Amma məsələn Zəlimxan Yaqub adamın ağzının üstünə vurur şeirinə. O çox çünki səs zaten insanın xarakterini üzə çıxardan bir şeydir. Yəni onunla çox bərabər bir şeydir. Məsələn Sabirin səsi mənə çox maraqlıdır. Sabirin səsi necə olub? Məncə çox belə şey olub. Belə məzəli bir səs olub. Çünki adam həyatı boyu məzələnir hər kəslə. Biraz cildli olub. Bəlkə cildli olub Yes. bəlkə. Yes. Əslində tipajı da odur. Yəni Tipajı da o da. Yəni o cüssədən başqa bir səs gözləyə bilməzsən də. Yəni biraz belə tam olaraq necə ifadə edim bilmirəm. Başa düşdüm. Cildli demək də biraz əslində belə şey çıxır. Cildli yox da daha belə tiz deyirlər o səsə. Cingiltili deyirlər də daha doğrusu. Hə, tiz türkcə də. Mən ümumiyyətlə bəzi mövzularda ətrafımızdakı qonşularımızla müqayisədə özümüzü dünyaya və hətta özümüzə çox promot etmədiyimizi düşünürəm. Çox şeyə qadirik, yəni belə deyə də atıram da muğam, meyxana və poeziya deyəndə elə hər şey yəni sən istənilən mədəniyyətlə şey edə bilərsən də, mübarizə apara bilərsən, yarışa bilərsən. Mübarizə yox, yarışa bilərsən də. Amma məsələn bir Gürcüstanın, Rusiyanın, Türkiyənin elədiyi kimi eləyə bilmirik. Bunu promot eləyə bilmirik. Və yaxud da əksinə hər dəfəsində eyni şeyi promot edirik və artıq adiləşir. Yəni atıram, bundan sonra Avroviziya Azərbaycana gəlsə, açılış səhnəsində milli geyimdən, bu top şeydən və zurna səsindən başqa bir şey təsəvvür edirsən açılışda? Yox. Yox. Yəni milli olaraq bunlar var da. Yəni. Milli olaraq bunlar var, başa düşdüm. Amma yəni biraz bu şeylə də bağlı deyək. Biz məsələn deyirlər Şərqin qapısı o deməli ki, sən əslində Şərqin ilk və əslində Qərbin də son dayanacağısın da, yəni ikisinin arasındasan. Bu məncə düşüncə məsələsidir. Biraz Şərqlə Qərbin arasında düşüncə məsələsi budur. Biz var olan şeyləri götürüb ən üstə qoyuruq, müqəddəsləşdiririk. Bu sənətlə bağlı olsun da tutaq ki. Amma başqa şeylərlə bağlı, mən sənətlə bağlı deyirəm. Və yaxud da elmlə bağlı. Və ondan daha yaxşısını etməyi heç vaxt düşünmürük və bunu hörmətsizlik kimi qəbul edirik. Məsələn, bir alimə qulaq asırdım. Adam Çinlə antik Yunanistanı müqayisə edirdi. Təxminən eyni dövrlərdə olublar və Çində də çox ixtiralar falan var. Yəni kompas, kağız, barut falan da yəni. Məsələn, ikisini müqayisə edəndə deyir ki, Çində deyir getdim deyir, Yansızı çay var orada. İki böyük çaydan biridir. Axdığı Yansızı. Elə hərf var ala. Onlar yoxdur. Zaten o hərfi eləmək üçün s, t, z söz hərfləri yan-yana gəlir də. Axdığı yer müəyyən bir dövrə qədər çox məhsuldardır. Amma qışda, daha doğrusu yağış yağanda sel basır. Axmadığı yeri çox qurudur. Və 2000 il əvvəl, eramızdan əvvəlmi, sonra o dövrlərdə, orada bir adam bu suyun 1 il ya 2 il boyunca suyun elə bir ki rejimini hesablayıb və dünyanın ilk bəndini tikib. Tikib dediyim yəni öz əli ilə vurmayıb mıxı, yəni deyib ki, belə bir şey eləyək. Və çayı sən orada şeyə alırsan da, bir rejimini bir şeyə alırsan, necə deyirlər, kontrol edirsən, quraq yerlərə də çay aparırsan, olan yerdə də su basmır. Və 6 dəfə artırıb məhsuldarlığı və şeydə, hətta olmayan yerlərdə də başlayıb düyü əkilməyə, çünki o vaxt düyü yedir də. Və adamın heykəli var. Naboyda heykəli var, Tuncudan tökülmə heykəli var. Və adamın məbədi var. Məbəd yəni saray boydadır da. Və onun üstünə daha böyük bir şey etməyiblər. Etməyiblər deyim, təbii ki, Çin texnologiyada yəni üst yerlərdədir. Və adamı tanrı kimi görən insanlar var. Məsələn, Yunanistanda belə eləməzdilər. Yunanistanda onu görən adam deyir ki, mən bundan daha yaxşısını eləyərəm. Gedib başqa bir çayın üstündə onu eləyərdi. Onun daha yaxşısını, yəni bir progres olacaqdı. Amma bizdə müəllimini sənə iş öyrədən adamı keçmək hörmətsizlik sayılır. Bizdə də və bizdən Çinə qədər də, yəni Çin ümumiyyətlə mədəniyyət olaraq, belə deyək, mentalitet olaraq bizə çox yaxındır. Və mənə elə gəlir bizim də belə deyək, mədəniyyətdə yeni şeylər ortaya qoya bilməməyimiz, bu bayaqki dediyim Avroviziya açılışında ağlımıza başqa heç bir şeyin gəlmədiyinin səbəbi də budur. Yeni bir şey etmək bizim üçün o var olan şeyə hörmətsizlikdir. Və ona görə də biz yerimizdə sayırıq və məncə saymaqda davam edəcəyik. Gedirik Çinə. Spider-Man çıxır. Təzə. Və 4-cü film.
güc şeydə olacaq. Yəni bu dəfə qolunda aparatlar olmayacaq. İzləmisən Spider-Man? Sən izləmisən? Xəstəsiymiş. Mən də sevmirdim, amma 2000-ci ilin əvvəlində Tobey-nin Spider-Man-i çıxdı ki, dövrünə görə inanılmaz bir şey idi, effekt idi və bir hekayəsi var idi ki, mənə görə hələ də Tobey ən yaxşı Spider-Man-dir. Çünki bir şey origin şey var da. Mənim ümumiyyətlə musiqidə remix falan çox xoşuma gəlmir və yaxud da speed up, nəmin şey orijinal xoşuma gəlir. Bu əslində bilsən nədir? Bayaq dediyim mövzu. Bayaq dediyim mövzuda Murad. Mən Azərbaycanlıyam da, yəni mən bu milləti dənəm də, yəni şey deyim, Yunan deyiləm ki. Bu düşüncədə iyi deyə. Amma əslində bura növbəti çıxan Spider-Man-lər məncə birincisindən daha yaxşıdırlar. Bırak, bax, belə bir söhbət var da, belə bir şey var daha doğrusu. Biz birinci Spider-Man-i ASTV-də görmüşük. Tamam mı? Bir də baxdığımız yerə bax. Bir neçə bölüm deyildi, GVC televizorlar. O televizorlarda görmüşük. Gör hansı dövrdür. Biz ondan başqa süper qəhrəman bilmirdik. Gör, yəni Superman, Batman falan var idi bunlar, okey. Amma Spider-Man bizdən biri idi. Yəni bizə uşaqlara evi kimsə necə idi? Superman, Batman bizim üçün böyük bir kişi idi. Tamam mı? Amma Spider-Man isə sanki bizim dostumuz idi. Bizim pokoleniya idi. Ki zaten Spider-Man qəhrəman olaraq məhəllə dostu adlandırılır da, başa düşdün? Yəni insanlara belə kömək falan filan məhəllə şey qəhrəmanı adlandırılır. O vaxtı görmüşdük yəni. O vaxt onu çox sevmişdik yəni. İndi çıxanlar o qədər də ürəyimizə yatmır. Nəyə görə? Əslində bu şeyə bənzəyir. Bəzən biz uşaqlığımız üçün darıxırıq. Deyirik, o vaxtı elə deyil falan. O deyil də. Yəni bu o demək deyil ki də, yəni növbəti çıxan Spider-Man-lər pisdir və yaxud da ki, digərindən geridə qalır falan. Hətta mən deyərdim ki, bu sonuncu yox, sonuncudan bir əvvəlki var, ikinci Spider-Man. Yaşıl adamla şey deyir, döyüşür o. Kərtənkələ ilə falan. Məsələn, mən onu daha çox bəyənirəm. Hətta sən deyim ki, mən ona daha çox Spider-Man şeyini yaraşdırıram, rolunu. Bilmirəm, adamda tam bir tələbə havası var, tamam mı? Və yəni şeylər, hərəkətləri, aktyorluğu falan mənə görə çox bombadır. Belə deyim də, 3 Spider-Man-in arasında, əgər Spider-Man mən origin hekayəsini bilmirəm, oxumamışam da, amma təxmin elədiyim qədərilə bir loser tələbə tipidir də. İkinci, ən belə deyək də uyğun loser tipidir. Məsəl üçün Tom Holland çox loser deyil. Çox belə şeydir də. Yəni bilirsən necə fışqırıqdır, yəni hər ona söz soxur, bundan nəsə eləyir, buna şey eləyir falan. Birinci də belə deyək də tam o deyil. Birinci sadəcə şeydir, içinə qapanıq biridir. Loser deyil əslində. İkinci amma tam loserdur. Brother, ikinci özüdür. İkinci amma özüdür. Yəni yenə də təbii ki, mən yenə birincini sevirəm, amma ikinci də üçə nisbətdə 2. Yəni üçü mən sevmədim, brad. Yəni bilirsən necə o geyim və onun o belə deyək də dişləməklə başlaması, təbii ki, bunlar da başlayır. O şey var da, yəni sanki bir mutantlaşmayla texnologiya arası bir şey idi. Çox ləzzət edirdi, amma bu son olan tam bir texnologiyadır. Üstündən zireh gəldi, bir şey də gəldi. O zireh də bu arada Iron Man təşkil edirdi ona. Starkın şeydir. Yəni tam belə bir donanımlı bir şey oldu. Elə bir ki, belə deyim, mən də məsələn maşını mən adi sevirəm. Ya bilmə qırağından disk çıxsın, onun ki barmaq qalır. Tuning sevmirəm bura. Yəni bu tuning olmuş Spider-Man. Və mən əslində ona qaydımda bu tuning əslində bir inkişaf deyil. Sən bayaq deyirsən. Bu özün üzərindəki bir şeydir, kaplamadır. Yəni əslində mən inkişaf da bura niyə? Məsələn, atıram. İnkişaf olur. Bura bax, gəl belə deyək də, birinci Spider-Man-lə bu son Spider-Man-i döyüşdürsək, səncə hansı da? Təbii ki, birinci. Niyə? Məzələni siz olar. Brat, yox. Yəni mümkün deyil. Brat, birinci Spider-Man ikisindən də güclü idi. Amma üçüncünün daha çox şey var. Brat, olsun brat. Birinci Spider-Man-in şeyi var birincisi. Torunun bitmə şeyi var, bilirsən nə olur? Bitə bilir toru. Tamam, buradan gəlir də. Bilirəm. Şeydən yox, bitə bilir, yəni. Birinci deyirsən də. Birincidə. Onda enjekt eləyir əvvəl. Enjekt eləmir brat, yox. Sadəcə şeydir, bir ki gözləməli olur da, başa düşdün ki təzədən məncə okey, başa düşürəm. Sən şey kimi davransan, mızraqlı döyüşçü ilə avtomatlı adamı hər şey qoyaq bir qırağa. Sonuncu Spider-Man də brat
ekipman çoxdur axı başa düşdün. Yəni Ay, sağ ol. Mən də adamın deyirəm ki- arınca bir hörümçəyi çıxır, gəlir belə uçur dron olur, uça bilir falan. Tamam da məsələ də orasındadır ki, bu onun güclü olduğu anlamına gəlmir. Onun yerində işlətmə məsələsi var. Birinci mənə elə gəlir daha ağıllı və daha elə bir şey qol gücü olaraq daha güclü idi. Adam Avengers ekibi ilə döyüşüb, ayə məsələsə. Döyüşsün də, yəni məsələ də odur. Ayda Thanos'a qarşı döyüşmüşdü ya. Murat, bu tək şey deyib. Bax, hamının atıram 10 nəfərin bir döyüşdə olduğu şeydə sən tək o gücü effektini görə bilmirsən. Amma bu adam tək başına qatar saxladı. Nə bilim, şey Başa saxlayırdı düşürəm, falan. yes, Yəni okey. bilirsən necə tək başına bir adam şey idi, ağıl, güc, çeviklik falan hər şey var. Məncə bir udardı. Ne dövüşləyirəm. AI ilə doğrudan AI-dan soruşaq. Bir dənə soruşsun da, yəni süni intellekt hər yerimizə girib zaten burada girsin söhbətimizə. Biraz nə? ChatGPT deyir ki, Aha. texnologiya varsa Tom qazanır. Hı. Sadə əlbəyaxa döyüş olsa Toby qazanır. Saf güc və klassik Spiderman döyüşü Toby udar. Amma mən razı deyil. ChatGPT-nin bu arada hər yazdığımızda sən şey deyim, çox üzr. sən bir şey deyim, Hulk ikisini də ağzını cırar. Səncə ən ağıllı hansıdır? Hulk. Ən ağıllı Hulk'dur. Bəli. Murat, Hulk'ı mən, hə? Bruce deyil. Bruce. Bildim, o Hulk'ı mən biraz şey kimi görürəm, belə o sinifdə olur ya, güclü amma gerizekalı uşaq var. Hara yönləndirsə Bruce gedir onu alim əzir. deyir ama. Hə? Alim deyir Bruce. Abi Bruce alimdir. Tony Stark da bir Stark da hətta Alim alimin fasondur. oğludur falan. Oğludur. Onun Tony Stark'ın atası da şey alim var, oldu. Doctor Strange doktor adamdır yəni məncə. O Heç yox prosta amma. real həyatda doktor olub, brat, özü də beyin cərrahı olub, tamam mı? Ha. Sonra qəzaya düşüb. Maşın da özü səhv eləmirsə Aston Martin idi. Çox yüksək, özü də çox full milyarder olub, tamam mı? Dəridən aşıb. Bütün bədəni, ayaq barmaqlar, əl barmaqlarına qədər Üstünə göstərmə. sınıq olub, tamam mı? Ondan sonra necəsə həyatda qalıb, amma belə əlləri titrəyə-titrəyə, sonra götürüb aparırlar bunu Tibetə, bu şeylərin olduğu yerə. Orada təlimlər falanlar Deyirəm, filanlar. mən Batmanə baxmamışam, yadımda deyil. Yəni məncə o Toby'dur o. Sana vereyim ben. Bu arada ChatGPT-nin hər yazdığımızda tərbiyəsizm tam üstünə basır. Deyərək bizi yağlaması var. Brat, DC yoxsa Marvel? Marvel. Qəşəysə. Marvel, brat. Columbia Pictures Production. Təqdim edir. TTT mı? Marvel yoxsa DC? Nə bilim. Yəni mənim bayaqki deməyimlə bildin də, yəni. DC biraz şeydir, yəni mən elə başa düşürəm ha, yəni baxdıqlarım qədərilə. Marvel bir Avengers var, hamısı olan da və onların ayrıca o qəhrəmanların tək-tək filmində olan hansısa söz, hansısa səhnə gəlir hansısa bir filmdə şey kimi foreshadowing deyilən bir texnika var da. Məsəl üçün atıram bir kitab yazırsan, 7 kitablıq seriya yazırsan, birinci kitabda dediyin bir söz 7-ci kitabdakı hadisəyə vurğudur. Elə bir vurğu məntiqi var. Və bir-biri ilə çox belə kompleks və şeydir. Elə bir ki, belə ağlı başındadır da. DC-nin heç bir yerində elə bir şey yoxdur. Sadəcə qəhrəmanları var və çox dağınıqdır. Məsələn, biri gəlir Dark Knight deyilən bir şey çəkir, Nolan'a çəkdirir. O biri Joker çəkir, yəni bir şeydir, performans filmidir. Yəni çox dağınıqdır. Ona görə məsələn DC-nin bu qədər şey olması, məsələn Batman vs Superman dünyanın ən pis filmlərindən biridir yəni. Ona görə mənə elə gəlir DC biraz o yığıb-yığışdıra bilmir deyə şey eləyə bilmir. İzləyici onunla belə deyə də assosiasiya qura bilmir özünü. Daha doğrusu kommunikasiya qura bilmir, bilməm nəsə. O sözü də birinci dəfə də işlətdim. Assosiasiya çox maraqlı söz deyil səncə? Azərbaycan Futbol Federasiyaları Assosiasiyası. Niyə Federasiyalar Assosiasiyası? Elədir ki, o qurumlardır. Affa xanım. Federasiyaları Assosiasiyası, yəni Azərbaycan Futbol Federasiyası çox şeydir. Məsələn, Fransada elədir. 3 dənə F-dir. Fransa Futbol Federasiyası. Türkiyədə Türkiyə Futbol Federasiyonu. Niyə Federasiyalar Assosiasiyası? Şeydir də, brat. Federasiya. Çünki Azərbaycan da axı futboluna assosiasiya ola bilmir. O deyirlər, bizim bunu keçən verilişdə danışmışdıq o. Futbolda deyirlər, mini futbolda dünya çempionu olduq ha biz. Keçən illik də. Sonra da qəlyançıya getdik. Yerdə qəlyan seçməyə. Tipik Azərbaycanda, yəni o qədər sevirəm də o şeyi də. Çözmüşəm. Məsələ bilsən nədir?
biz oynaya bilirik, qaçanmırıq. Hə. Məsafə az olanda bura. Zəka var amma Keçən il mini futbolun bütün şeylərinə baxdım da, bütün oyunlarına baxdım bura. İnanılmaz. Qapıcıdan tut, hücumçuya kimi hamı inanılmaz oynayır. Bir də şey məsələsi var, orada çıxıb oyunçu dəyişikliyi tez-tez ola bilər də, başa düşdüm. Çıxan gəldi. Belə ara yerdə birdən girdin, oynadın, çıxdın. Hə, falan. heç çox şey, on dayanmır. Yığdı, Ha. girdi, oynadı, çıxdı bax belə. Bu şeydə bura çox bombayıq. Biz o hansı ki Bolt 3 manat 50 qəpik yazır, stadionun başında baş. Orada oynayanmır. Səttarı çağırır gələn dəfə alınsa. Baxaq da bura. Necə baxaq? Nə pis gələcək, nə pis podkastımız var idi. Hə, Allah haqqı. Amma yox, şərh yazır deyir. Hər dəfə də sizi izləyirəm, düzdür deyə bu birinci podkast idi amma orada nə mırtdaşır bizlə. Sağ ol Səttar. Sağ ol da. Gələrsən bura.